Naxçıvan şəhərinin müxtəlif ərazilərində GİPON texnologiyası əsasında yeni internet xəttlərinin çəkilişi məqsədi ilə fiberoptik kabellərin quraşdırılmasına başlanılıb. Layihə çərçivəsində bir sıra küçə və yaşayış massivlərini əhatə edən binalar üzrə işlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında GİPON çəkilişlərinə start verilmişdir. İlkin mərhələ olaraq Naxçıvan şəhərində, sonraki mərhələlərdə rayon və kənd ərazilərində GİPON çəkilişləri həyata keçiriləcəkdir. GİPON çəkilişinin məqsədi abonentlərə yüksək sürətli, etibarlı internetin təqdim olunmasıdır. Çəkiliş işlərinin aparıldığı ünvanlar sırasında Heydər Əliyev, Atatürk, Həsən Əliyev, İstiqlal və Nizami küçələri, Qoçüstü və Çənlibel məhəllələri və digər ərazilər yer alır. Həyata keçirilən bu layihə əhalinin yüksək sürətli və dayanıqlı internet xidmətlərinə çıxış imkanlarını genişləndirməklə yanaşı, rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına da mühüm töhfə verəcək. Eyni zamanda yeni şəbəkə üzrə abonentlərə sərfəli və əlçatan internet tariflərinin təqdim olunması da nəzərdə tutulur. Növbəti mərhələlərdə layihənin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Belə ki, Naxçıvan şəhəri ilə yanaşı digər rayon mərkəzləri, həmçinin bütün kənd və qəsəbələr daxil olmaqla Muxtar Respublika ərazisində GİPON şəbəkəsinin tam şəkildə qurulması nəzərdə tutulur. Bu təşəbbüs region üzrə yüksək sürətli və dayanıqlı geniş zolaqlı internet xidmətlərinin əlçatanlığını təmin etməyə yönəlib. Sahil Əliyev, xanım Rüstəmzadə, Rəşad Əkbərov, NTV Xəbər.